Sizə də elə gəlmir. Sevirsən, orası necə? Mən kəramətin işlərinə qarışmıram. Hətta bir dəfə qarışma məqsəd qoydum ki, bala, sən haqqında heç yerdə heç nə danışmayacağım. Sadəcə evladım kimi danışdım. Amma bu söz atmalardır. Zamin də elə olub da elə. Görsənmə. Amma sonra nə qalacaq? Yerdə əsər qalır da. O atmacalar çıxıb gedir və onun üstə kəraməti də mən dəfələrlə danlamışam ki, bu insanları oxumaq lazım. Oxu, amma sən əsərini yaz. Başım çox ağrıyıb yeri gəlmişkən. Mən çox maraqlı. Şəxsən mənim başım çox ağrıyıb. Zaminin atmacalarına görə. Ağrıyıb sənin başın. Çox ağrıyıb, hədsiz dərəcədə. Məsələn, sizin başınızda mən bilmək istəyirəm, siz necə keçdiniz o periodu? Mən yağarıb. Mənim saçımda kraska var, ağarmayıb. Sən o ağrını çəkmirsən də, bilirsən. Amma yenə də deyirəm ki, hamı ilə üzgöz olmaq deyilən bir şey var. Düz istəyirəm, sözünüzü kəsdim. Yəni hamı ilə deməyim, bir qism insanla üzgöz olmaq var. Səni görən kimi o nə idi o gün yazmışdı deyə başlanılan giley yüzarlar, mən əminəm ki, sizin də bir ömrünüzün əhəmiyyətli bir hissəsini aparıb da o cür. Bir şey deyim də, bir nəfər var. Mənə deyir ki, sən neçə yaşın var? Deyirəm ki, 65. Uyda, sən nə qədər yaşamısan? Deyirəm ki... Etik söz deyil o. Hə də etik söz deyil. Deyirəm ki, sən elə bilirsən ki, o qədər yaşaya biləcəksən. Bunun avariyası var, avtomobil qəzası var, bunun xərçəngi var, bunun infarktı var, bunun təzyiqi var, bunun getdiyin yerdə yıxılmağın var, gözünün kör olmağı var, rəngin dayanmağı var. Bütün bunların hamısına mən keçib gəlmişim. İndi gəlirəm o üzgöz məsələsinə. Mənim qudalarım var. Mənim qaynatam var, mənim qaynanəm var, oğlumun qaynatası var. Bir də xalasının əri var idi deyəsən, kəramətin tezdir. Var elə bir adam ümumiyyətlə. Və mən Sevinç xanım, sizə də və tamaşaçılara deyirəm ki, o da obrazdır. Yoxdur elə bir adam. Yoxdur. Bizim bu adamlar, əsasən adamlar konkret nağd istəyirlər. Soğan olsun, nağd olsun. De görüm, var ya, indi deyərsən ki, yoxdur. Heç aldandıq. Bu yalçı demiş ki, bizi alladıb. Amma ən gözəl şey odur ki, xəyallə, obrazını allada biləsən. Bəlkə real həyatda o adam olsaydı o qədər elə deyil. Amma qəlbin, düşüncənin yaratdığı obraz daha çox yadda qalır da.